Azərbaycana xoş gəlmişsiniz. Sizə uğurlar arzulayıram. Təmsil etdiyiniz ölkələrin xalqlarına hörmətimi bildirirəm və sizə uğurlu iş və gözəl nəticələr arzulayıram. Əvvəlcə bizi qəbul etdiyinizə görə sizə təşəkkür etmək istəyirəm. Siz qeyd etdiyiniz kimi bu Daxili İşlər Nazirlərimizin ikinci görüşüdür. Birincisi keçən il Qırğızstanda olub. Siz qeyd etdiniz ki, hörmətli nazirlərimiz görüşürlər, onlar daha çox mahiyyətə diqqət yetirirlər. Bu gün də kommunikə hazırlanıb. Bundan sonra da belə görüşlər olacaq və orada Daxili İşlər Nazirlərinin fəaliyyətinin əsas istiqamətlərini ehtiva edən kommunikə qəbul ediləcək. Bu, banditizm, terrorizm, cinayətkarlıq və s. ilə mübarizə daxil olmaqla nazirlərimizin fəaliyyətinin bütün istiqamətlərini əhatə edir.